Şagirdlərimiz 21-24 may tarixlərində keçirilən 17-ci beynəlxalq MEB robot yarışmasında iştirak ediblər. Ölkəmizi Türkiyənin Kayseri şəhərində baş tutan yarışda mentor və şagirdlərdən ibarət komanda təmsil edib. Yarışçılar 10.500-dən çox iştirakçı arasında fəal şəkildə çıxış edərək irəliləməyi bacarıblar. Rəqiblərimin universitet tələbələri olmasına baxmayaraq, bu yarışda 4-cü mərhələyə qədər davam etdim. Bu yarış mənim üçün çox yaxşı bir təcrübə oldu. Çünki yarışda bir çox komanda ilə üz-üzə gəldim və əsl yarışın burada nə demək olduğunu öyrəndim. Yarışda bir çox komanda var idi və tək öz kateqoriyam yox, fərqli kateqoriyalardan da bir neçə məlumatlar öyrəndim. Bu olimpiyada çox böyük və çətin olimpiyadadır. Çünki 10.000-dən çox iştirakçı iştirak edib və 4.000-dən çox robot olub. Amma yenə də hər kəs çalışırdı və necə bütün gücü ilə çalışırdı ki, uçsun onu. Baxmayarkən ki, bu çox çətindir. İlk dəfədir xarici ölkədə yarışıram. Bu mənim üçün böyük bir təcrübə oldu və inanırıq ki, gələn dəfə bu yarışmaya qatılanda daha yaxşı nəticə əldə edəcəyik. Avropanın ən böyük robot yarışmalarından biri sayılan bu beynəlxalq müsabiqədə şagirdlər 12 nəfərlik heyətlə 3 kateqoriyada mübarizə aparıblar. Mən özüm line follower kateqoriyasında iştirak eləmişdim. Bu kateqoriyanın mənası nədir? Robot avtomatik xətti izləməlidir və özün idarə eləmirsən. Yarışda özündə çox iştirakçılar var idi. Məndən böyük, belə professional universitetlərdən şagird gəlmişdi. Amma mən bir neçə mərhələni keçə bildim. Bəzi olurdu ki, biz yarışa axşama gələn durduq. Çalışırdıq ki, robotumuz sürətli olsun, xəttdən çıxmasın və eyni zamanda dəqiq olsun. Mini-sumo kateqoriyası üzrə iştirak edən robot 800 robot arasında ilk 35-ə daxil ola bilib. Bu uğuru əldə etmək isə elə də asan başa gəlməyib. Düşünürəm ki, tələbələrimiz üçün bu böyük nailiyyətlərdən biridir. Çünki tələbələrimiz burada özlərini sınamağı, yeni dostlar əldə etməyi və ən əsası mübarizə aparmağı öyrəndilər. Tələbələrimiz buna 2 ay intensiv olaraq hazırlaşdılar və dərslər normalda 2 saat, 3 saat davam edir, amma bəzən olur ki, gecəni də belə deyim, dərs olaraq keçiririk və belə deyim, nəticə özünü çox gözlətmir və nəticədə uşaqlarımız digər rəqiblərlə müqayisədə fərqlənirlər. Şagirdlər qazandıqları bu uğurlarla kifayətlənmək niyyətində deyirlər. Belə ki, onların növbəti hədəfi Rumuniyada keçirilən Robot Challenge yarışında ölkəmizi layiqincə təmsil etməkdir. Salatin Pirmuradova, Bəhram Cəbrailov, Telesəhər.